Bəzi restoranlarda bəhbəhlə yediyimiz yeməklərin vəziyyəti heç də təqdim olunan vəziyyətdə deyilmiş. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən Vətən, Nərimanov rayonunda fəaliyyət göstərən Topqapı restoranında bir sıra nöqsanlar aşkarlanıb. Restoran sahiblərinə inzibati protokol və cərimələr tərtib edilib. İndi niyə icazə vermirsiniz? İndi icazə vermirik. Səbəb? Səbəb odur ki, olmaz. Paytaxtda bəzi restoranlarda müştərilərə keyfiyyəti qənaətbəxş olmayan qidalar, yeməklər verilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məşhur restoranlardan bir neçəsində aparılmış yoxlamalar zamanı təkcə təqdim olunan yeməklərin keyfiyyətsiz hazırlanması deyil, həm də bu restoranların mətbəx sahələrində antisanitar vəziyyət aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Vətən restoranında aparılan yoxlama zamanı baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların və yararlılıq müddəti bitmiş kalbasa məhsullarının istehlaka təqdim edildiyi, eyni zamanda emal sahəsində sanitar texniki və sanitar gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Çox vaxt vətəndaşlar kafe və restoranlarda qidalandıqları məhsulların keyfiyyətindən, onun necə hazırlanmasından məlumatsız olurlar. Elə bundan istifadə edən restoran sahibləri, inzibatçılar vətəndaşlara keyfiyyəti qənaətbəxş olmayan məhsulları satmaqdan da çəkinmirlər. Söz gedən restoranın mətbəxində istifadə olunan qida məhsullarının vəziyyəti və yeməklərin hansı şəraitdə hazırlanması ilə tanış olmaq istədik. Lakin restoran inzibatçıları nə mətbəxə daxil olmağımıza icazə verdi, nə də yayılan görüntülərə şərh. Əhməd olmasa bu yayılan məlumatlarla bağlı bir dənə açıqlama verərdiniz də. Mən açıqlama verəm. Keyfiyyətsiz məhsulların satışı ilə bağlı. Heç də keyfiyyətsiz yoxdur. Gəlin bir məhsul var, icazə alın qardaşım. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Nərimanov rayonunda fəaliyyət göstərən Topqapı restoranında keçirilmiş yoxlamalar zamanısa restoranda ətin ilkin emalı, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, ambar və işçilərin soyunub geyinmə sahələrində qaydaların pozulması və bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi aşkarlanıb. Agentlik tərəfindən aparılan yoxlamalar zamanı sanitar texniki, sanitar gigiyenik qaydaların pozulduğu növbəti restoran Topqapıdır. Hansı ki, burada aparılan yoxlamalar zamanı bəzi qida məhsullarından götürülən nümunələr zamanı həmən məhsulların keyfiyyətinin qənaətbəxş olmadığı aşkar edilib. Bunada nöqsanlar var, onlar da aradan qaldırılır. Xaladençdə olsa saxlanılır, bütün ət məhsulları, bütün tərəvəzlər, zadlar hamısı xaladençdə saxlanılır. Keçib baxa bilərik birlikdə. Yox, bu keçməyə ehtiyac yoxdur. Yəni ora hər hansı bir belə deyək, pozuntu yoxsa aradan qaldırılacaq hamısı, onda gəlib baxa bilərsiniz. Adı çəkilən restoranda nöqsanlar bununla da yekunlaşmayıb. Bundan başqa, restoranda sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı, mətbəxdə havalandırma sisteminin qurulmadığı, qida məhsullarının tələb olunan qaydada və temperaturda saxlanmadığı da aşkarlanıb. Aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, obyektin mətbəx hissəsinin, ambar hissəsinin, o cümlədən soyuq qəlyanaltıların hazırlandığı sahələrin sanitar texniki, sanitar gigiyen tələblərə cavab vermədiyi, mətbəxdə havalandırma sisteminin mümkün olmadığı, o cümlədən işçilərin tibbi müayinədən və gigiyen təlimə cəlb edilmədən işə cəlb olunduqları, müvafiq baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi və bu və digər nöqsanlar aşkar edilmişdir. Hər iki restoranda aşkarlanmış nöqsanlarla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən inzibati protokollar tərtib edilməklə yanaşı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb. Rəşad Vəkiloğlu, Rəşad Əkbəroğlu, Space xəbər. Dünən Səudiyyə